Salam Meryem Hanım, necəsiz? Ne var, ne yok? Keyfiniz, sağlığınız. Allah sizi korusun Meryem Hanım. Həqiqətən, necə deyim, Allah'tan sonra ikinci siz elə bir şey məni həyata qaytardınız. Mənə deyəndə həqiqətən həm məni, həm anamı həyata qaytardınız və çox sağ olun, çox sağ olun. Mənim anam 4-cü dərəcə onkoloji xəstə idi. Elə bir ki, ağzından qan gəlirdi, burnundan qan gəlirdi. Özü də dəhşətli dərəcədə gəlirdi, burnundan gələn qan. Açılırdı, heç dayanmırdı da. Sonra aparıb biopsiya elətdirib, yoxlatıb buruqda. 6 dənə törəmə var buruqdan ağciyərə gedən kanalda. 6 törəmə var idi elə bir. O törəmələr sən demə yetişirmiş, metastaz verib yayılmışdı. Limfa düyünləri var idi. Sən demə o yetişib, burnundan gəlib qan açılırdı da. Bu insan demək olar yaşamırdı heç. Elə bir şey, onkoloq həkim də baxdı, yoxladı. Dedi ki, 10 gündə yaşaya bilər, 1 ayda yaşaya bilər, nə bilim 3 gündə yaşaya bilər də. Aparın, nə bacarsız hörmətinizi eləyin, nə istəyir verin, yesin. Ancaq yox idim də, mən həyatda yox idim. Elə bir ki, təsəvvür eləyim, o sözü eşidəndə tam yıxıldım da. Gətirdim evə, həqiqətən ümidim üzülüb, müalicəsi yox buna, müalicə də yazmadı heç. Gətirdim, gəldim. Gecə gündüz ağlayıram, özünün yanında da göstərmirəm ki, özünə deymişəm ki, həkimlər deyir, müalicə eləyin, yaxşı olacaq. Bu da deyir, bəs almırsan iynə dərman. Nəysə, bir-iki sistem aldım, yalandan hallatmaq üçün. Allaha gecə gündüz dua eləyirdim. Araşdırmada Məryəm xanım, siz çıxdınız qabağıma. Dedim, onsuz da belə də olsa gedir, elə də olsa gedir. Qoy bunu sımayım da. Elə siz deyən yolla da getdim. İndi Allah'ın bugünkü gününə çox şükür, min şükür ki, birinci Allah, ikinci siz. Onun sayəsində mən də həyatdayım. Elə bir ki, həyatdayım deyən düz deyil, ölənlər ölünmür. Amma yaşayır. Elə bir ki, baxmadı, biri var, elə belə yaşayasan. Bir tərəfin olmaya yaşayasan, bir də var ki, ümidlə yaşayırsan ki, anamın nəfəsini eşidirsən, belə də səsini eşidirsən. Çox şükür, çox şükür bugün günə. İl bitib uje, il bitib, qanca da axmır, heç bir şey yoxdur. Mən də, vallahi bu xəstəlikdən əziyyət çəkənlərə məsləhət bilərdim. Siz deyənlər eləsin, özlərinə qapanmasınlar. Eləsinlər. Bu doğru yoldur. En seçim yol, doğru yol budur. İnşallah da sağlıqlarına qovuşarlar. İnşallah, inşallah. Mən sizə ömür boyu dua edirəm. Edəcəm də hər zaman. Hər zaman. Siz mənim üçün inanın ki, heç bilmirəm mən sizə necə təşəkkür edirəm. Siz mənim üçün hər şeysiz deyim də, hər şeysiz. Elə bilirəm ki, mənə həyatda bacım yoxdur. Elə bilirəm doğma bacı oldunuz mənə. Həqiqətən. Mənim qolum qanadım qırılmışdı, tərtəmiz. Çox sağ olun, çox təşəkkür edirəm, minnətdaram. Allah sizi qorusun, pis niyyətli insanlardan. Nə bilim, bütün pisliklərdən qorusun, balalarınızı qorusun, ananı qorusun. Var olun, həmişə var olun. Mənim gözəl mələyimdən, ona görə sizin adınızı mələk qoymuşam. Siz qurtarıcı mələksiniz. Başa düşənlərə, başa düşməyənləri boş ver getsin. Siz çox gözəl insansınız. Yaxşı ki, siz kimi insanlar var bu həyatda. İnsanları düşünən. Çox sağ olun, öpürəm, bağrıma basıram. Var olun. Mənim gözəlim, həyatım, təmiz ürəkli, saf ürəkli, qurtarıcı mələyim. Yaxşı ki, qurban olduğum sizi mənə rast saldı. Çox şükür, vallahi çox şükür bu günümə ki, birinci Allah, ikinci sizə mən çox borcluyam. Çox, həqiqətən. Birinci Allahıma borcluyam ki, məni sizin kimi adamla rastlaşdırdı. İkinci də sizə borcluyam ki, məni, necə deyim, həyata qaytardınız siz məni. Həqiqətən mənim dualarım həmişə sizinlədir, balalarınızladır, ananızladır. Həmişə, hər daim. Hamıya da sizdən danışıram, hamıya. Mən onu rayona gətirəndə, şəki gətirəndə, özüm şəkidənəm də. Onu mən şəki yaparanda, yolda 2 dəfə öldü, dirildi də.
Nəsə gətirdim, gəldim. Üzünə baxa bilmirəm. Elə ağlayıram, qıraqda ağlayıram. Amma demişəm ki, o həkim müalicə yazmayıb, başqa həkimə göndərib o yazasın müalicəni. Aldadıram bunu, yaşlı adamdır. Ne gecəm var, nə gündüzüm o günləri geçsin, gəlməsin. Düzdür, ömrə yazan Allahdır, qurban olma Allahın böyüklüyünə. İndi bir il bitib uji. Bəlkə də bir ildən bir-iki ay artıqdır. Hələlik çox şükür. Gəzir, özünü idarə edir, iştahı var. Məsələn, iştahı yox idi, yemək yemirdi. Heç nəfəs ala bilmirdi. Onun bronxdan ağciyərə gedən kanalda 6 dənə törəmə var idi. O törəmələr deşilirdi, qan verirdi. Nəfəs ala bilmirdi, danışa bilmirdi, yata bilmirdi. İndi şükür, Allaha 100.000 dəfə şükürlər olsun, milyon dəfə şükürlər olsun ki, gəzir, özünü idarə eləyir. Tez-tez acıram deyir, iştah yox idi, o iştahı da var. Şükür, yenə deyirəm, mən sizə ömrü boyu deyim ki, özümü borclu bilirəm, ömür boyu. Ömür boyu sizə dua edəcəm mən. Ki, siz nə yaxşı ki varsa, sizi doğan anaya da qurban olun mən, əllərindən öpürəm mən. Allah özünüzü qorusun, balalarımızı qorusun. Allah qarşınıza həmişə yaxşı insanlar çıxarsın. Mənim gözəl mələyim. Mən sizin adınızı Məryəm xanım yox, mələyimi qoymuşam. Siz qurtarıcı bir mələksiniz. Allah tərəfindən göndərilən bir mələksiniz. Allah sizi qorusun. Yaxşı ki varımsınız. Yaxşı ki tanımışam sizi. Öpürəm, bağrıma batıram.